Yenə də maraqlı bir sualdır. Maraqlı bir Rufus sualı. Yenə də burada biz deməli həm burada sadələşmə aparmalıyıq, həm sadələşdirməni Kosi bərabərçiliyinə gətirməliyik. Bunu bir dənə yuxarıda qeyd edək. Deməli, Kosi bərabərçiliyinə görə 2 ədədin, məsələn, A və B ədədlərinin müsbət ədədlərinin. Burada da deyir ki, mənfi olmayan. Mənfi olmayansa deməli müsbətdə. Hər hansı bir müsbət ədədin, deyək ki, 2 dənə ədədin ədədi ortası, məsələn, bunların cəminin yarısı 2 ədəddirsə, böyük bərabərdir bunların həndəsi ortasından. Yəni, kök altda AB hasilindən. Buradan da ortalığa nə çıxır? Deməli, bunların cəmi böyük bərabərdir 2 vurulsun kök altından. Çarpaz vurduğumda 2-ni. Kökün altında AB-dən. Bu Kosi bərabərçiliyidir. Bundan istifadə edəcəyik bu suallarda. Yəni, hansı bir cəm verilirsə, çox böyük ehtimal ki, hansı bir cəm verilirsə, o ifadənin ən kiçik qiymətini soruşursa, onda bizim ağlımıza Kosi bərabərçiliyi çox böyük ehtimal, böyük suallarda ağlımıza gəlməlidir. İndi gedək bizim suala hələ. Bizim sualda B üstəgəl C cəmi var, A üstəgəl C cəmi var, A üstəgəl B cəmi var da cüt bunları toplayıb. Mən bunları əvəz eləyim. Deməli, B üstəgəl C cəminə X deyirəm. A üstəgəlsin X cəminə Y deyirəm. Və nəhayət A üstəgəlsin B cəminə də Z deyirəm. İndi, və bunları alt-alt toplayıram. Alt toplayanda nə alıram mən? 2, hərəsində 2 olur da. 2A üstəgəlsin B üstəgəlsin C olur. Bərabərdir. Belə çıxır ki, digər tərəfdən X, Y, Z-in cəminə. Onda A üstəgəl B üstəgəl C cəmini tapsam, A üstəgəl B üstəgəlsin C cəmi də X, Y, Z cəminin yarısı olur. X, Y, Z cəmini 2-yə bölmüş olur. Bura qədər düşünmürəm ki, kimcəsə problem olar. Yəni, sadəcə əvəzlədim. Alt-alta topladım. X, Y, Z cəmi alındı. Digər tərəfdən hərəsində 2 dənə olduğu üçün bu formada X, Z cəmini buradan, ABC cəmini buradan tapdım ki, bunların X, Y, Z-in cəminin yarısıdır. Sonra mən də A-nı tək saxlasam, nə deməkdir A? Bax, A-nın özü nə deməkdir bu məntiq olaraq da? A-nın özü A plus B cəmindən, bax bu cəmdən B plus C cəmini çıxmaq deməkdir. O lazım olacaq bizə. Bax, A-nın özü, çünki mənim əlimdə A plus B C cəmi var. Bir də B plus C var, A plus C bunlar var. Ona görə mən A-nı bunlardan istifadə edib yazmalıyam. Ona görə A-nı necə yaza bilərəm? A üstəgəlsin B üstəgəlsin C cəmindən çıxsam B üstəgəlsin C cəmini. 2 verir. Həqiqətən də A qalar da. B üstəgəl C, B üstəgəl C. Qısa olaraq Amerikada A qalır. Və bunların yerinə nə yazacağam? A plus B cəmindən mən bilirəm axı. X plus Y plus Z cəminin yarısıdır. Bunu yazacağım. Və B plus C çıxılsın. B plus C cəmini əvvəldən bilirəm axı. X-lə əvəz eləmişəm. Çıxılsın X yazacağım. 2 verin. Çıxılsın X. Burada nəyə bərabər olacaq təbii ki? X-i çıxmışamsa, da Y üstəgəlsin Z çıxı mənfi X olacaq. Çıxılsın X olacaq. Bunu aldım. Sonra eyni zamanda B-ni, C-ni bu formada yazsam. Məsələn, B-ni yazsam B bərabərdir. Deməli, yəni A plus B plus C cəmindən çıxılsın. Nə çıxmalıyam B-ni almaq üçün? A plus C cəmini çıxmalıyam. Yəni, mən B-ni almaq üçün A plus B plus C cəmindən A plus C-ni çıxsam buradan qalacaq B. İndi, yenə də eyni qayda ilə X, Y, Z cəmini 2-yə bölsəm, çıxsam A plus C-yi mən nə əvəz eləmişdim? Y-lə. Çıxsam Y. Çıxsam Y nəyə bərabər olacaq təbii ki? Deməli, Y çıxmışamsa X plus Z çıx Y. Mənfi Y qaldı. Digərini özü artıq şifahi yaza bilərsiniz. Z bərabərdir. A plus B cəmindən etmişəm. Mən X plus Y plus Z yarısından çıxmalıyam. C-ni tapmaq üçün A plus B cəmini. A plus B cəmini nədir? Mən də əvvəldə Z-nə işarələmişdim. Çıxmalıyam Z-i. Onda burada da almalıyam. Deməli, Z-i çıxmışamsa X plus Y cəmindən mənfi Z yazmalıyam da. Burada mənfi Z, bəli. Yəni, mən A-nı, baxın, A-nı bu ifadəni aldım. Y plus Z çıx X bölü 2. B-ni bu ifadə aldım. C-ni isə bu ifadə aldım. Və salam. İndi isə verilənlər nədir? Baxın, cəmdə verilənlər nədir? 9A böl B plus C.
A-nın qiymətini bilirəm, B plus C-ni bilirəm. Yəni əvəzləmə ilə. Yazıram indi yerinə. Məsələn, burada S bərabərdir 9. A-nın qiymətini yazıram. A-nın qiymətini uşaqlar yazanda fikir verin. A-da, B-də, C-də axı həmişə bölü 2 var. Bax, C-də də var, A-da da var, B-də. Burada bölü 2-ni mən məxrəcə yazacağam. Onda A-nın qiyməti nə oldu bizdə? Onda Y plus Z çıx X. Onda burada 9 vurulsun Y plus Z. Yoxsa? Hə, çıx X. Çıx X. Bölünsün 2 məxrəcə düşdü də artıq. 2 məxrəcə B plus C nədir bəs burada? Baxın. B plus C sualda. B plus C var. Bizdə B plus C nədir? X-dir. Bölünsün X. Olacaq bölünsün 2X. Üstə gəlsin 16 vurulsun yenə. Mötərizə. Bölünsün təbii ki 2 aşağı düşəcək. İndi B nə idi bizdə? B-ni tapdıq. Bax B də budur. Y plus Z çıx Y. X X plus Z çıx Y. Və məxrəcdə də bizə nə deyir? 16-da A plus C. A plus C bizdə nədir? A plus C. Y ilə işarələmişik. A plus C-nin yerinə də Y qoyuram. Üstə gəlinsin. Burada da 49 var. 49 vurulsun. Deməli C. C-də biz nə aldıq? Y plus X plus Y çıx Z. X plus Y çıx Z. Məxrəcə təbii ki çıx Z. Məxrəcə təbii 2 düşəcək. Deməli A plus B. A plus B də bizdə Z idi. Burada biz Z yazdıq. Bərabərdir. Bərabərdir. Biraz da sadələşdirmə aparmalıyam. Biraz da sadələşdirmə necə aparım uşaqlar? Məxrəcdə 2 olduğu üçün hər birində 2-də 1-i mötərizə xaricdən çıxardırıq. 2-də 1-i mötərizə xaricdən çıxardırıq. Biraz səbir tələb edən sualdır. Və bunları da baxın fikir verin. Bizdə bu qaldı da 2-də 1-i çıxardandan sonra. Bax bu qaldı. Bu qalandan sonra ayrı-ayrı məxrəclərdə x-ə bölürəm. Məsəl üçün 9y2 belə deyək də 9y2 bölürəm x-a. Sonra burada üstə gəl olacaq. Üstə gəlsin 9z-i bölürəm x-a. Sonra bax burada mənfi x-i, mənfi 9x-i daha doğrusu vuramaz. Bölürəm x-i nə olur? Mənfi 9. Sonra mötərizə onsuz üstə gəldi də. Üstə gəlsin 16 deməli 16x olacaq da vurub açam. 16x-i məxrəcdən bunu y tax, hər dəfə y-a böləcəm. Y-a böləcəm. Üstə gəlsin 16z-i y-a böləcəm. 16 mənfi y-i y-a böləndə nə olacaq? Mənfi 16. Çıxılsın 16. Üstə gəlinsin 49. Vurub açanda 49x-i böləcəm nəyə? Z-ə. 49x-i böləcəm Z-ə. Sonra üstə gəlinsin 49y-i böləcəm təbii ki Z-ə. 49 mənfi Z-i də Z-ə böləndə çıx 49 olacaq. Çıx 49. Ondan sonra mötərizəni bağlayırıq. Bərabərdir. Baxın bu ifadəni aldıq. Yəni mən nə etdim? Buradakı bu ifadənin 9-a vurdum. Ayrı-ayrı məxrəclərdə yazdım. 9 vur y böl x. 9 vur z böl x. Sonra 9 vur mənfi x böl x. O 9 oldu da. Sonra təzədən 16-nı burada vurdum. X-ə böldüm y-ə. 16-nı z-ə vurdum, böldüm y-ə. 16 mənfi y-ə vurdum, böldüm y-ə. O mənfi 16 oldu. Eyni qaydan 49-u da. Sonra indi qruplaşdırma aparacağım. Deməli, kosiyə gətirmək üçün də. Məndə 2-də 1 qalsın yerində onsuzdan. İndi nə edəcəm? 9y böl x-in yanına 9y böl x-in yanına nəyə əlavə eləməliyəm? Bunun tərsinəsini, yəni tərsinəsi olmalıydı bizdə ki, hasillər orada 1-ə çevrilsin kosidə. Yəni x böl y-dir burada. Bax 16x böl y gətirəcəm bunun yanına. Üstə gəlsin 16x böl y ki, bunların həndəsi ortasını tapanda vuranda fikir verin x, y-lər ixtisar geçsin. Sonra üstə gəlinsin 9z böl x-in yanına. 9z böl x-in yanına. Mən elə bir ifadə gətirməliyəm ki, burada x məxrəcdə z olsun. Yəni o hansı idi? X, z olan. Baxın burada. 49x böl z. 49-u gətirməliyəm deməli. Növbəti üstə gəlinsin. 9 z yazdıq. 16, aha. 16z böl y. 16z böl y. Təbii ki, üstə gəlinsin. 49y böl z. 49y böl z-i gətirdik. Digərləri isə çıxılsın. Digərlərini də hesablayaq. Mənfi 9, mənfi 16, mənfi 25, bir də mənfi 49. 74 mü? Çıxılsın 74 qaldı. Çıxılsın 74. Mötərizəni bağladıq. İndi fikir verin. Artıq bizdə kosi bərabəsini istifadə edə bilərəm. Çünki vuranda, bax, bunların kökün altında vuranda x, y ixtisar gedəcək. Bunları vuranda x ilə z ixtisar gedəcək. Bunları vuranda y ilə z ixtisar gedəcək. Bunlar isə kosi bərabəsinə görə kiçik qiymətlər tapaq. Bax, bunun kiçik qiymətini tapım. Sonra bax, bu cəmin kiçik qiymətini tapım.
Bu cəmin kiçik qiymətini tapın və 74-ə çıxım 2-də 1-ə vurun və salam. İndi baxaq. Birinci yazıram Cauchy bərabərsizliyini. Baxın buna görə, yəni 9y böl x üstə gəlinsin 16x böl y üçün. Cauchy bərabərsizliyini yazsam böyük bərabərdir. Kök 2 kökün altında bunların hasilidir. Yəni 9y böl x vurulsun 16 deməli x böl y. Burada x böl y-lər ixtisar gedəcək. 16-dan 9-dan da deməli kök alsaq nə olacaq burada? Bunun üçün yəni yazsaq olacaq nə? 2 vurulsun 9-dan kök alsam 3, 16-dan kök alsam 4. Yəni nəticə olaraq bura 24 olacaq. Belə çıxır ki, həmin bu ifadə 24-dən böyük bərabərdir. Ən kiçik olaraq nə götürməliyəm? 24 götürməliyəm bunun qiymətini. Ən kiçik qiyməti 24-dür. Düzdürmü? Olacaq 24. Yəni bunun üçün 24 tapdıq kiçik qiymət. Növbətində eyni qayda ilə 9 deməli z bölünsün 9z bölünsün x üstə gəlinsin 49x 49x bölünsün z üçün böyük bərabərdir. 2 vurulsun kökün altında bunları yazsam 9z bölünsün x vurulsun deməli 49x bölünsün z kökün altında. Təbii ki, burada x, z'lər ixtisar olacaq. Burada nə olacaq? 2 vurulsun 9-dan 3 çıxacaq. 9-dan 7 çıxacaq. Bunların cavabı nə olacaq? 2 vurulsun 6, 42 olacaq. Yəni ki, həmin bu ifadə 42-dən böyük bərabərdir. Ən kiçik qiyməti onda nədir? 42-dir. 42-dir. Da şifa olaraq bunu da bildiniz. Bax, buranı da yazmıram bir də Cauchy'ni. Bunları bir kökün altından bir-birinə vursam 2 vurulsun nə olacaq? 2 vurulsun 16-dan 4 çıxardın. 49-dan 7 çıxardın. 2 vur 4. 8, 56 olacaq da düzdürmü? Bunun ən kiçik qiyməti 56 olacaq. Yəni nəticə olaraq bizim S-imiz bu formada olacaq. Yəni S minimum, S-in kiçik qiyməti, ən kiçik qiyməti deməli nə olacaq? 2-də 1 mötərizədə 24 üstə gəlinsin 56 üstə gəlinsin 42 bir də mötərizədə çıxsın 74 var idi. Çıxılsın 74. Bərabərdir. Bərabərdir. 2-də 1 vurulsun. Neçə eləyir bura? 80. 80-dən 74 çıxanda 6, 48 aldım. 2-də 1 də 48-ə vuranda 24 cavabını almış olacaq. Möhtəşəm sual idi. A variantı. Möhtəşəm sual idi. Deməli, mən birinci burada əməliyyatlar aparmalıyam bu sualda. Çətin sualdır məncə. Əsasən də 8-lər üçün. Deməli, burada bir əməliyyatlar aparmalıyam. Əvəzləmə aparmalıyam və onu tətbiq eləməliyəm Cauchy bərabərsizliyinə.